Salamlar, necəsiz? Bugün izah edirik videonun başlığında gördüğünüz kimi zamanlar 2023-cü ilin toplusudur. İkinci başlıq izah edirəm. Perfect tense forms, perfect continuous tense forms. Görək bizim buradakı səhvlərimiz nələrdir? Seçdiyimiz suallar nələrdir? Ümumiyyətlə bir şeyi siz yadda saxlamalısınız ki, ümumiyyətlə nəyə yada salmaq lazımdır? İndiki zamanla gələcəklə indiki uzlaşır. Gələcək indiki ilə uzlaşır. Deyə burada görürsünüz, gələcək indiki ilə, gələcək indiki ilə uzlaşır. Gələcəklə uzlaşmış uşaqlar. Belə şey yoxdur. Okay, sonra keçmişdə keçmişlə uzlaşır. Bizim initial sözü öyrənirik, qeyd edirik tez. Initial, yəni ilkin məsələmiz budur. İndi baxırıq. Biz burada nə görürük? Cümlədə birinci feili tap ya da ki cümlənin içindəki açar sözü tap. İzah eləyəndə necə demişəm? Bax, burada before var. Elə? No, все. Bu nədir? Açar sözdür. Bir dənə də feilim var. Left. Keçmişdədir. Uşaqlar keçmişlə uzlaşır. Milyard dəfə dedim. Gələcək. İndiki. Çıxdım. Və burada size indiki cür yol göstereceğim. Birincisi düsturdur ki, before'dan sonra sadə gəlir. Ümumiyyətlə uşaqlar yadda saxlayın. Mən sizə hansı demişəmsə açar sözlər before, when, while, as soon as, after və s. və axır. While'dan sonra keçmiş davam edici gəlir, düzdür. Ancaq yerdə qalan hər birindən sonra ancaq və ancaq sadələr gəlir. İndiki sadə, keçmiş sadə. Bax, bu tipalı şeylər gəlir. Başa düşdünüz? Digər hissəsində isə istənilən nəsə ola bilər, yəni digər şeylər ola bilir. İndi məsələn before'un düsturunda mən nə demişəm izah eləyəndə? Demişəm ki, before'dan sonra keçmiş sadə gələndə past simple gələndə burada past perfect gəlir. Past perfect, yəni burada Y variantı olacaq. Bir belə düsturla, bir də deyək ki, sənin yadından çıxdı. Sən hansı üsulla istifadə eləməlisən? Bəs mən sənə izah eləyəndə nə demişəm mən sənə? Demişəm ki, -2 teması. Bax. Gəl buradan sabitəni başa salaq. İndi ona bax. Gör sənə nə deyirəm? Deyirəm ki, bu sıfırdır, bu -1'dir, bu da ki -2'dir. Yadını saxla. Bax, bu -1, -1. Həmişə nədir? Past simple'dır. Past simple'dır. -2 isə həmişə nədir? Past perfectdir. Past perfect. Burada da sıfırdırsa hansı zaman formasıdır? İndiki zaman formasıdır da, elə fikirləş. İndi bax, deyir ki, the guests, variantlar baxıram ki, left var da, yəni tərk eləyiblər. Tərk eləməyiblər, burada veriblər. Tip bilirsiniz nədir uşaqlar? Amerikada var, bu Azərbaycanda yoxdur. Restorana gedəndə orada işçilərin maaşı az olurdu, yəni restoranda gəlib yemək yeyən insanlara həmişə gözlənilir ki, yemək yeyirsənsə restoranda filan, nəsə sifariş edirsənsə, orada sən tip verəsən. Yəni o pay verəsən də birinə, başa düşdün bu şəkildə. İndi burada da onu deyir ki, yəni qonaqlar tip verdilər. Nə vaxtsa tip veriblər. Before, əvvəl, nədənsə əvvəl veriblər tipi. Before they left the restaurant. Onlar restorandan çıxmadan öncə, restoranda nə vaxt çıxıblar? Deyir, restoranda çıxmadan öncə tip verdilər. Restorandan nə vaxt çıxdılar? Sonra çıxdılar da. Birinci tipi veriblər. Yəni -2'ni fikir ver də. Bəs sən o boyda riyaziyyat oxuyan ağsaqqal uşaqsan, bax. Burada birinci -2 gəlir, sonra -1, sonra 0, sonra 1, 2, belə gedir də, düzdür? İndi burada nə olmalıdır? -2'də gəlib də bu. Yəni bu guests, yəni birinci tip veriblər, sonra çıxıblar. Yəni birinci -2 gəlib. Yəni past perfect nə olacaq? Y variantı. Başa düşdün? Bu qədər sadə. Ya dostlarına yadından çıxdısa da bu məsələdən istifadə elə. Bu qədər sadə. 7-ci sual çox maraqlıdır. Fikir ver. Sənə deyir ki, yadını saxla ümumiyyətlə bunu da. Sənə əgər ki, 2 dənə cümlə verirsə, birinci cümlədə bir cümlədə boşluq varsa, digərində boşluq yoxdursa, bunu aksesuar olsun deyə nə verməyibdir. Sən buna işin düşəcək. Ona görə veribdir. Qulaq as indi mənə. Gör sənə nə deyəcəm. Bax. Deyir ki, bax nə kimi baxa bilərsən buna? Gözlə görüm.
Bir neçə üsulla getmək olur. Maraqlı bir şeydir. Bir dənə fikir verib burada deyir ki, and now I have, yox, bu hissəyə baxma. Bu olmaya da bilər. Ona görə elə sən bu hissə ilə bax. Deyir ki, will you lend me your pen? Deyir ki, ruçkanı mənə borc verərsən. Lend elə bil ki, borc verməkdir. Borrow isə borc almaqdır. Bu da sənin sözün. İndi bir dənə də bir şeyə qulaq as. Penlə pencilin fərqini, məsələn, bu pencil karandaşdır, yəni pozula bilən də. Pen isə ruçkadır da, pozula bilməyən, o göy rəngdə falan, qırmızı rəngdə falan yazan. Karandaş da elə yazır da. Nəysə, boş ver. Burada bu necə yada saxlamaq olar? Pencil, sil. Silə oxşur, görsən. Ona görə yəni bu silinir deyənə, yəni yada saxlaya bilərsən. Nəsə, qayıdıram bura tez. Deyir ki, sən mənə karandaşını borc verəcəksən. Deyir ki, yenə burada laf sözünü, yəni tərk elədim mənasında deyil burada. Yəni qoydum mənasında da, orada qoydum, orada qaldı. Bu şəkildə. Ay, nə bilim, nəsə, mine at home. Yəni mən özümünkünü evdə qoymuşam. Yəni karandaşımı evdə qoymuşam. And now I have nothing to write with. Və indi hal-hazırda yazmağa heç nəyim yoxdur. Mən sənə nə demişəm? Bax, mənə bir dənə qulaq as. Birincisi, burada gələcəkdir. Burada da bir dənə nə var? Burada indikidir. Bu nə ilə uzlaşacaq ay uşaqlar? Bu indiki zamanla uzlaşacaq da. Nə dedim bayaq? İndiki zaman indiki ilə ya da gələcəklə uzlaşır. Keçmişlərin nə işi var ay uşaqlar burada? İndi mənə qulaq as. I leave mine at home. Bir nə deməkdir? Mən evdə hal-hazırda tərk eləyirəm. Mən evdə qoyuram öz karandaşımı hal-hazırda. Ya da ki, normalda, regularlı olaraq evdə karandaşımı qoyan birisiyəm. Elə bir şey yoxdur axı burada. Bunu çıxdım. C variantında deyir ki, mən özümünkü evdə qoyacağam. Sən mənə karandaşını verərsən, mən özümkünü evdə qoyacağam. Bizə nə oxşur? Mən gəlin dərs xəstələnəcəm, ay müəllim. Ona görə mən gəlməyəcəm. Buna oxşur. Ona görə bunu da çıx. Bu orada olacaq D variantı. Bəs yaxşı, bu məntiqi nədir? İndi mənə qulaq as. Bu məntiqi odur ki, bu sənə deyir ki, mənə karandaşını verərsən, deyir mən özümünkünü evdə qoymuşam. Bəs mən sənə past present perfect izah eləndə nə izah eləmişəm? Demişəm ki, bayaqlar past perfect'i gördük, indi present perfect'i görürük. Qulaq as. Demişdim ki, keçmişdə olubdu, indi də, nəticəsi indi də, təsiri indi də var. Yəni ki, bu adam evdə itiribdi, yəni qoyubdu karandaşını və hələ də onun karandaşı evdədir. Nə demişdim izah eləyən? Demişdim ki, mənim dırnağımda lak qoymuşam dırnağıma və hələ də dırnağımdadır lak. Başa düşdün? Yəni dırnağıma silif eləməmişəm. O mənaya gəlir. Tutdun sən mənə? Getdik. Davam. Necə də gözəl bir sualdır. İndi sən mənə bir dənə qulaq as. Buradakı söhbət nədir? Buradakı söhbət odur ki, burada when var. İndi düsturla bir dənə gedək, sonra bir dənə başa düşərək gedək. Bax bu when, bax bayaqlar mən sənə dedim. Dedim ki, bizim o həmin sözlərimizdən sonra, sehirli sözlərimizdən sonra sadə gəlir. Bax burada da məsələn did veribdi. Yəni bu nədir? Past simple'dır bu şəkildə. İndi bunun bu tərəfi past olacaq. Amma pastın hər bir şey gələ bilir. Yəni mən bu izah elə nə demişəm? When'dan sonra past simple gələndə digər tərəf ürəyəsən hər şey ola bilər. Bu o deməkdir ki, o zaman bu çıxdı, bu çıxdı, bu çıxdı. O zaman aynən bir ikisi də düzdür. Yox, indi sən mənə bir qulaq as. Və sənə deyir ki, bax bayaqkına çox bənzərdir. 3 dənə sual, ikisini izah elədi. İkisi bundan o qədər əlaqəlidir ki, çox xoşladım bu sualı. Deyir ki, burada when did you discover? Deyir ki, sən nə zaman kəşf elədin? Nə zaman bunun fərqinə vardın? Nə zaman kəşf elədin? Yaxşı, elə başa düş. That your purse, yəni ki, purse bizə nədir? Pul kisəsi, ala bu da sənin sözün. Hə, burada sən deyir ki, sən nə zaman kəşf elədin ki, sənin pul kisən itir? Məntiqsizdir axı. Sən nə zaman kəşf elədin, nə zaman kəşf elədin demək biz məntiqsiz çıxırdın, nə zaman fərqinə vardın da, elə deyək. Sən nə zaman fərqinə vardın ki, sənki itib? Yəni, yenə xət çəkirəm, yəni -2-də mənim pul kisəm itibdi. Baba, burada -2 baş veribdi. İndi burada -1. Yəni ki, burada da mən başa düşdüm ki, yəni birinci pulum itdi. Bax, burada -1-də mən başa düşdüm ki, mənim pul kisəm itibdi. Başa düşdün? Ona görə B variantı. A variantında deyir ki, elə bil ki, mənim bu dəqiqə hal-hazırda kitabım itir, ya da ki, pul kisəm itir, kaşokum itir gedir. Mən də nə bilim orada baxıram da, bunu sifətim ki, hə, itir də. Çox məntiqsizdir axı. Başa düşdünüz ay uşaqlar? Yəni birinci itif qutaraq, ondan sonra sağ sual verirəm də ki, nə zaman fərqinə vardın ki, o itifdir. Başa düşdün? Biraz məntiqli olaq. Ona görə də burada olacaqdı B variantı. Bu arada mən belə deyəndə kimsə burada təhqir eləmirəm. Ha, burada səhv elədiniz deyənə ki, biraz məntiqli olaq falan. Elə demirəm. Yəni deyirəm ki, yəni məntiqini işə salmaqdan çəkinmə. Onu demək istəyirəm. Yoxsa yəni burada heç kəsi biz insult eləmirik. Gəl bu sözdə öyrənək. Insult, yəni kimisə incitmək.
Yəni, ona söhbət getmir. Bu şəkildə. Tamam mı? Gəldi 23-cü suala. Mənə bax burada bir dənə görək nə tapıram. Bir dənə baxım. Gözüm nə? Bir dənə gözüm fail tapdı. Keçmiş zamandadır. Burada da bir dənə fail tapdım. Keçmiş zamandadır. Crash bizə nə deməkdir? Qəzaya uğramaq, xarab olmaq, belə bir mənalar verir. Məsələn, the computer crashed. Yəni kompüter beyni çöndü, sındı. Bu şəkildə bizə deyir. Burada da özü when var. Bay nə gözəl. Mən baxla nədir? When'dan sonra sadə keçmiş gələcək. Bundan sonraki bütün sadələrdə, keçmişlərdə ola bilər. Bu indikidə çıxdım. Bu indikidə çıxdım. Hə, maraqlı. Qaldı digərləri. Maraqlıdır. İndi bax, mən burada nə deyir? Yenə məntiqi müşə salıram. Mən burada deyir ki, Jane told me that. Jane mənə dedi ki, əslində bundan sonrasıdır işə yarayan. Sən niyə? Çünki dedi ki, mən gəlirəm. Bax, burada indiki zamanda ola bilər də. Başa düşdün? Yəni, ona görə deyirəm ki, əsas məsələ bax, bura deyil. Əsas məsələ indi buradır. Yəni, buranı tərcümə edərəkdən mən orada məntiqi tutacağım. Ona bax, deyir ki, Shane type. Type nə deməkdir? Belə yazmaq deməkdir. Klaviaturada yazmaq. 3 pages of her report. Yəni, deyir ki, o raporunun yəni hesabatının 3 səhifəsini yazdı, yazırdı ya da ki yazmışdı. Onun kompüteri xarab olanda. Belə bir şey deyir. Uşaqlar, birinci neyinif bu adam? Deyir ki, yəni bu hesabatını yazırdı. Bu adam yazıbdı hesabatını. -2. Burada da deyir ki, onun kompüteri xarab oldu. Birinci xarab olur, yoxsa yazır bu adam, yəni. Başa düşdün? Burada -2-dir. -2-ni görə niyə yedin? Past. Başa düşdün? Budur. Yəni, burada xarab oldu. Xarab olmamışdan əvvəl bu adam deyir yazıbdı. Yəni, 3 səhifəni burada niyə versin? Deməli, yazıb da. Başa düşdünüz? Ona görə oldu nə? C variantı bu qədər bəsit. Burada bir dənə mənim tez gözümə, bax, buradakı aksesuarda idi. Zaman zərfi. Yoxsa nə deyək? Göstərici. For since. Bir dənə tez qısaca yadına salım ki, since başlama nöqtəsini bildirir. Məsələn, 1990-dan bəri. For deyəndə, məsələn, deyirəm ki, 1990 nə qədər eləyir? 10 il orada, 25 ildə burada 35 il. For 35 years, məsələn, bu şəkildə. Başa düşdün? Hə, şimdi davam edelim. Burada bir dənə keçmiş var, burada da bir dənə keçmiş var. It meant, burada deyir ki, yəni saat 2 idi. It was 2 o'clock, saat 2 idi. It meant that, yəni bu mənaya gəlirdi ki, it meant that, yəni ki, məsələn, sən demək istəsən ki, indiki zaman desən ki, yəni demək istədiyim, o zaman belə deyəcəksən. I mean, bam 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 bam. Yəni ki, dın 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 dın. Başa düşdün, belə bir məna gəlir, bu da sənin sözün. Əsənizi istifadə edə bilərsiniz. Bu şəkildə. Burada da keçmişdi. İndiki zaman çıxan, indiki çıxan, indiki çıxan. Cavab çıxdı. Və for görəndə indicə demək, deyəsən demədim, bayaqları bu for-la sinsə izah eləyəndə perfectlərdə istifadə edirdik. Present perfect, past perfect. Onlarda istifadə edilir. Amma hansı perfect, present mi, past mı? De orada bayaqdan qışqırır da. Qışqırır ki, keçmiş. Okay? Bu şəkildə, bu qədər bəsit. Burada bu qədər idi sual. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Yararlı oldusa nə gözəl. Bay bay.